Qəfləti ölüm həqiqətənmi qəfləti gəlir? Həm tədqiqatlar, həm də mənim şəxsi təcrübəm göstərir ki, qəfləti ölüm olan şəxslərin ən azından 80%-də əvvəllər ürək ağrısı, ürəkdə hər hansı bir narahatçılıq və yaxud kürək ağrısı kimi şikayətlər olur. Və bunlar bunu ciddiyə alırlar və sonradan ciddi bir proses baş verir və onlarda qəfləti ölüm hadisəsi baş verir. Yəni bir insanın neçə dəfə infarkt keçirməsi çox da vacib deyil. Bu əsasən hansı damarın hövzəsində olan infarktdan asılıdır. Yəni məsələn, LMCI dediyimiz əsas arteriyanın hövzəsində keçirilən bir miokard infarktı xəstənin həmin an ölümü ilə nəticələnə bilər. Ancaq sağ ağciyər arteriyasının və yaxud dolanan koronar arteriyanın uç şaxalarında olan və yaxud ortasından olan hövzələrdə olan infarktlar 3 dəfə, 4 dəfə, 5 dəfə, 6 dəfə olsa belə bu xəstələrdə yaşamaq şansı var. Yəni ona görə də bir insan neçə dəfə infarkt olsa ölər və yaxud sağ qalar söhbəti yoxdur. Bu hansı damarın və hansı damar hövzəsinin zədələnməsindən asılıdır.